Əziz izləyicilər, hər birinizi xoş gördük. Mən Nərgiz Məmmədova. Bugün sizinlə fizika DİM 2025-ci ilin test toplusundan elastiklik qüvvəsi, sürtünmə qüvvəsi mövzusundan elastiklik qüvvəsinə baxacağıq. Bir-bir testlərin hamısını həll edəcəyik. Başlayırıq birdən. Sərtliyi 200 kN olan çubuğun uclarına 6 kN qüvvə tətbiq edilmişdir. Çubuğun mütləq uzanmasını hesablayın. Biz bilirik ki, bizim düsturumuz necə idi? F bərabərdir K delta L. Bizdən nəyi soruşur? Delta L-i soruşur. Verilib ki, K bərabərdir 200 vurulsun 10 üstü 3. F də bərabərdir 6 vurulsun 10 üstü 3. Delta L-i tapmaq üçün delta L bərabərdir F bölünsün K. O da bərabərdir. F-i bölürük. Yəni 6 vurulsun 10 üstü 3 bölünsün. K-ya 200 vurulsun 10 üstü 3. 10 üstü 3'lər getdi və cavabımız qalır 6 bölünsün 200. Amma biz cavabı tapırıq ki 6 bölünsün 200 metrdir. Baxıraq cavablarımızda isə bizdə santimetrdə verilib. Santimetrlə verildiyi üçün 1 metr 100 santimetrdir. Ona görə də vururuq 100-ə. Sıfırlar gedəcək. 6 bölünsün 2 bərabər olur 3 santimetr. Yəni B variantı. 2. Newton bölünsün metr ifadəsi hansı fiziki kəmiyyətin vahididir? Biz bayaqları qeyd elədik ki, K nəyə bərabər idi? K bərabərdir F bölünsün delta L-ə. Yəni, Newton bölünsün metr. F bizdə qüvvədir, delta L isə bizdə mütləq uzanmadır. Vahidlərini yerinə yazsaq görürük ki, Newton bölünsün metrdir. O da bizə yayın sərtliyini verəcək. Dinamometrin iş prinsipi hansı qanuna əsaslanır? Bunu yadda saxlayaq ki, bütün testlərdə qarşınıza çıxa bilər. Dinamometrin iş prinsipi Hooke qanununa əsaslanır. Yayın 4. Yayın uclarına tətbiq olunan qüvvəni 2 dəfə azaltdıqda onun mütləq uzanması necə dəyişər? Gəlin baxaq. Yazıram. F bərabərdir 2 dəfə azaldı. F1 bərabərdir 2, F2-yə, F2 öz yerindədir və deyir ki, mütləq uzanması, yəni delta L necə asılıdır? F bərabərdir K delta L-ə, deməli F ilə L necə mütənasibdir? Düz mütənasib asılıdır. Yazıram. Görün bu tərəfdən yaza bilirəmsə. Yazıram. F1 bölünsün F2 bərabərdir delta L2 bölünsün L1. Elə burada da 2 yazsam daha rahat bilək. F2 bölünsün F1 delta L2 bölünsün L1. F2'nin L1'ə olan nisbəti F2 bölünsün. F1'imiz 2 F2'dir. O da bərabərdir delta L2 böl delta L1. İxtisara gedir. Qalır 2'də 1. Yəni 2 dəfə azalır. Və biz də bilirik ki, əgər qüvvə ilə delta L düz mütənasibdirsə, qüvvəni 2 dəfə azaldırıqsa mütləq azalmada 2 dəfə azalacaq. Amma riyazi üsulunun həlli soldakı kimidir. 5. Eyni şəkildə burada da baxırıq. Deyir, yayın uclarına tətbiq olunan qüvvənin 1,5 dəfə azaltdıqda onun sərtliyi necə dəyişər? K-nın düsturu K bərabərdir F bölünsün delta L olsa da, biz demişdik ki, K, yəni sərtlik, nə F qüvvədən, nə də L mütləq uzanmadan asılı deyil. Ona görə də dəyişməz. 6. Çubuğun mütləq uzanması 2 dəfə azaldıqda elastiklik qüvvəsinin modulu necə dəyişər? Biz nə dedik? Dedik mütləq uzanma ilə qüvvə necə mütənasibdir? F bərabərdir K delta L. F ilə L düz mütənasib asılıdır. 2 dəfə azalıbsa 2 dəfə azalar. Yəni A variantı. 7. Uclarına tətbiq olunan 80 Newton qüvvənin təsiri ilə elastiki yay 2 cm uzanır. Yayın sərtliyini hesablayın. F bərabərdir K delta L. F bərabərdir 80 Newton. Delta L bərabərdir 2 bölünsün 100. Elə bir dəfəlik 0-dan 100-dəki yazaq. Metr. Sonra yayın sərtliyini K-nı soruşur. K da bərabərdir 80 bölünsün 0-dan 100-dəki. O da bərabərdir 100-2-dən 2 aşağı düşəcək, 100 yuxarı qalxacaq. 4 ilə də 8 ixtisara gedir, qalır 4000
Newton bölünsün metr. Cavab olur D variantı. Sonra yayın sərtliyinin vahidi beynəlxalq sistemdə əsas vahidlərlə necə ifadə olunur? Biz dedik ki, K bərabərdir F bölünsün delta L, yəni Newton bölünsün metrdir. Newtonu da açsaq kiloqram vurulsun metr bölü saniyə kvadratıdır. Vururuq metrdə 1-ə. Metrlər ixtisara gedir, qalır kiloqram bölünsün saniyənin kvadratı, yəni Y variantı. Sonra 9. Huk qanunun doğruluğunu yoxlamaq üçün hansı cihazlardan istifadə edilir? Baxırıq. Xəttkeş və dinamometr 3 və 5 C variantı. 10. Kiçik deformasiyalarda yayın sərtliyinin onun uclarına tətbiq olunan qüvvədən asılı qrafiki hansıdır? Bayaqları biz dedik ki, düsturumuz K bərabərdir F böl delta L olsa da K nə F-dən, yəni elastiklik qüvvəsindən, nə də delta L-dən asılı deyil. Yəni B variantı. 11. 11-də də delta L-dən asılılığı verilib. Ona görə də cavab olacaq C variantı, yəni asılı deyil. Çünki K-nın düsturu K bərabərdir S bölünsün L sıfırdır. Yalnız materialın növündən və həndəsi ölçülərindən asılıdır. K sərtlik əmsalı. 12. 12-də deyilir, yaydan kütləsi bu qədər olan yükü asdıqda onun uzanması x olmuşdur. Bu yaydan kütləsi bu qədər olan yükü asdıqda onun uzanması nə qədər dəyişər? Biz bildik ki, F bərabərdir F elastik mg-yə, yəni elastikin yerinə də yazsam kx bərabərdir mg-yə olacaq. Onda bizdən nəyi soruşur? X və M arasında hansı münasibət doğrudur? Düz mütənasib asılı olduğuna görə yaza bilərik ki, x1 bölünsün x2 bərabərdir. Hətta nəyə bərabər olduğunu soruşursa, belə də yaza bilərik. Qalsın elə, fərqi yoxdur. M1 bölünsün M2-yə. Lazım olsa sonra dəyişərik. Deməli, M olanda x olub. Yəni, birincidə yazıram x bölünsün x2 bərabərdir M bölünsün 2M-ə. M'lər ixtisara gedəcək. X2-də nəyə bərabər olacaq? 2x-a, yəni A variantı. 13. Kiçik deformasiyalarda yayın sərtliyinin ondan asılmış yükün kütləsindən asılılıq qrafiki hansıdır? Biz dedik ki, K bərabərdir əsas asılı olduğu S bölünsün L sıfırdır. Yəni, materialın növündən və həndəsi ölçülərindən asılı olduğuna görə həmçində kütlədən sərtlik əmsalı asılı deyil. Keçdik. 14. Sərtliyi K olan yaya bağlanmış M kütləli cisim şaqulə aşağı yönəlmişdir. Şaqulə aşağı yönəlibsə, onda elastiklik qüvvəsi nəyə bərabər idi? M, J çıxılsın A. Yuxarı olanda üstəgəl olacaqdır. Yönəlmişdir. Və deyir ki, yayın uzanması x olarsa, cismin təcili hansı ifadə ilə təyin olunur? Yazırıq. Kx bərabərdir mg çıxılsın ma. Bizdən də ma sol tərəfə keçsə, mg çıxılsın kx olacaq. A-nı soruşursa, mg çıxılsın kx bölünsün m yazıram. Bunu da sadələşdirsəm, bərabərdir. Birinci, biraz aşağıdan buradan yazım. Birinci yazacağım mg bölünsün m, çıxılsın kx bölünsün m. M-lər birinci hissədə ixtisara gedəcək, qalacaq j, çıxılsın kx bölünsün m. Baxıram ifadələrdə cavab olur D variantı. Eyni şəkildə 15-də isə deyilir ki, yuxarı yönəlmiş. Əgər yuxarı yönəlmə deyilirsə, biz onu toplayacağıq. Buranı silək, toplayaq. Yazıram. F elastik bərabərdir mg üstə gəlinsin A. Kx bərabərdir mg üstə gəlinsin ma. Sonra ma bərabərdir kx çıxılsın mg. A da bərabərdir kx çıx mg böl
M. Nisbət olaraq da yazsam kx bölünsün M çıxılsın mj J bölünsün M. M'lər ixtisara gedəcək, qalacaq kx bölünsün M çıxılsın J. Baxırıq variantlarda kx cavab olur, kx bölünsün M çıxılsın J. Yəni Y variantı. 16. Yoxlamaq üçün hansı cihazlardan istifadə etmək olar? Biz dedik ki, Hooke qanunu nəyə əsaslanırdı? Dinamometrə əsaslanırdı. Yəni, dinamometrin iş prinsipi Hooke qanununa əsaslanırsa, onda biz dinamometri və xəttkeşi götürə bilərik. O da 3, 5 cavab olur D variantı. 17. Yayın sərtliyini təyin etmək üçün hansı cihazlardan istifadə etmək lazımdır? Yayın sərtliyi də həmçinin F bölünsün X-a, yəni delta L-ə bərabərdir. Onda yenə də F və L-dən istifadə etdiyimizə görə eyni şəkildə dinamometr və xəttkeşdən istifadə edə bilərik. Yəni C variantı. 18. Dinamometrin köməyi ilə 100 qram kütləli yükü 2 metr/saniyə kvadratlı təcillə yuxarı qaldırıq. Biz dedik ki, yuxarı qalxmaqdan söhbət gedirsə, necə olurdu ifadəmiz? F elastik bərabərdir M, J üstəgəlsin A. Yəni toplama olurdu. Toplama olanda F elastikin qiymətində yazsaq, Kx bərabərdir M, J üstəgəlinsin A. İndi isə bizə deyir ki, yayın uzanmasını hesablayın. Yəni, bizdən X-i soruşur. X-i təyin etmək üçün necə yazacaq? Yazacaq ki, X bərabərdir M, J üstəgəlsin A bölünsün K-ya. O da bərabərdir. M-in qiyməti nə qədərdir? 100 qram. 100 qramı yazıram. 100 qram bərabərdir 0,1 kiloqram. Yəni 1 kiloqram 1000 qramdır. Ona görə də bölürük 1000-ə. Eləyir 0,1. Yazıram 0,1. J-imiz 10-dur. Üstə gəlinsin. Təcilimiz 2-dir. Bölürük. K-da 40-dır. Bərabərdir. 0,1 vurulsun 12 bölünsün 40. 4-ə gedir burada 10. 4-ə gedir burada 3. 0,3 bölünsün 10, o da bərabərdir. 0,3. Biz nə ilə tapdıq? Metrlə. Baxırıq ki, cavablarımızda metrlə yox, santimetrlə verib. Əgər 1 metrimiz 100 santimetrdirsə, 0,3-ü də santimetrə çevirmək üçün vuracağıq 100-ə. O da eləyəcək 3 santimetr. Cavab eləyir A variantı. 19. Dinamometrin köməyi ilə 40 qram eyni şəkildə yazırıq. Bunları təmizləyim. 40 qram kütləli yükü şaquli yuxarı yönəlmiş. M bərabərdir 40 qram. Yəni bölürük 1000-ə eləyir 0,4 kiloqram. A bərabərdir 5. Dinamometrin yayı 2 santimetr uzanır. Yəni X bərabərdir 2 bölünsün. Elə bir dəfəlik 2 bölünsün 100 yazacağım. 0,2. 1 metrimiz 100 santimetrdir. Metr K-nı bizdən soruşur. Əgər yuxarı yönəlibsə, onda ifadəmiz necə olur? Kx bərabərdir M, J üstəgəlinsin A-ya. K-nı axtarırıq. M, J üstəgəlinsin A bölünsün X-a. Gətirib yerində yazırıq. M-imiz 0,4 vurulsun 10 üstəgəlinsin 5, yəni A üstəgəlinsin J 15, X-imiz də 0,2. Bunlar ixtisara gedəndə qalır yuxarıda 2, 15-i də vururuq 2-yə, cavab eləyir 30. Vahidimiz də Newton bölünsün metr, yəni cavab olur B variantı. B variantı. Keçdik. 20. Watt vurulsun saniyə bölünsün metrin kvadratının açılışını bizdən istəyir ki, hansı ifadəyə uyğundur. Baxırıq ki, wattın açılışı 1 joule bölünsün saniyədir.
Biz də vururuq onu saniyəyə, bölürük metrin kvadratına, vururuq metrin kvadratında birinə. Saniyələr getdi, cavabda nə qaldı? Qaldı joule bölünsün metrin kvadratı. İndi biz joule-u da açmalıyıq. Joule-u da açanda joule'un açılışı Newton vurulsun metrdir. Yazıram. Newton vurulsun metr bölünsün metrin kvadratı. Kvadratla da 1 metr gedəcək. Qalacaq cavab Newton bölünsün metr. Və biz də bilirik ki, Newton bölünsün metr sərtlik əmsalının vahididir. 21. Yaydan asılmış yükün kütləsini 4 kiloqram artırdıqda yayın uzanması 3 dəfə artmışdır. Yükün başlanğıc kütləsini hesablayın. Yaxşı, gəlin yazaq. Verilənləri eyni şəkildə yazıram. Əvvəl M1 idi. Sonra M2-də 4 kiloqram artdı. Yəni M1-in üstünə 4 gəldik. Sonra yayın uzanması 3 dəfə artdı. Əvvəl x1 idi. x2 zamanı isə 3 dəfə artdı, oldu 3x1. Bizdən isə nəyi soruşur? Yükün başlanğıc kütləsini, yəni M1-i soruşur. Biz bilirik ki, Kx bərabərdir mj-yə və baxırıq ki, x-la m necə mütənasibdir? Yazıram, x bərabərdir mj bölünsün k-ya. X-la m düz mütənasib asılıdır. Onda biz nisbət olaraq yazsaq, x1 bölünsün x2 bərabərdir m1 bölünsün m2 yazacağıq. x1-imiz eyni şəkildə qalır. x2-mizin yerinə 3x2, m1 eyni qalır. m2-nin yerinə də m1 üstəgəl 4. Burada x ayağında 1 olmalıdır. x1-lər ixtisara gedir, qalır m1 üstəgəlsin 4 bərabərdir 3m1-ə, 4 bərabərdir 2m1, m1 bərabərdir 2-yə. Cavab olacaq 2 kiloqram, yəni A variantı. Newtonun kvadratı vurulsun hertz bölünsün watt. Buraları təmizləyək. Yazırıq. Newton kvadratı vurulsun 1 hertz bərabərdir 1 saniyə üstü mənfi 1. Yəni tezliyin vahidi 1 bölünsün saniyə deməkdir. Ona görə hertzin yerinə yazacağım aşağıda elə saniyə. Çünki onsuz da 1 bölünsün saniyədir. Watt, bayaqları yuxarıda wattı yazdıq ki, joule bölünsün saniyədir. Saniyəni yuxarıda yazsam. Joule'un özünü də açıram. Biz bayaqları yuxarıda nə dedik? Dedik ki, saniyələr elə burada geçsin. Joule'un özünü də açanda nə dedik? Dedik Newton vurulsun metrdir. Newtonla da 1 Newton getsə, yenə də nə qalacaq? Newton bölünsün metr və Newton bölünsün metr. Biz də dedik ki, sərtliyin əmsalıdır. Yəni sərtliyin vahididir. Sərtlik əmsalının vahidi. 23. 23-də deyilir, elastiklik qüvvəsinin modulunun yayın uzanmasına asılı qrafiki alfa bucağının tangensini tapın. Baxın, tangensini tapmaq üçün F-i köçürdəcəm bu tərəfə. Burada delta L-dir. Yaxşı, alfa, tangens alfanı soruşursa bizdən, tangens alfa nəyə bərabərdir? Qarşıdakı katetin bitişik katete olan nisbətidir. Baxırıq ki, qarşıdakı katet nədir? Tangens alfa üçün F-dir. Bitişik katet nədir? Delta L-dir. F-in delta ilə nisbəti bizə nəyi verir? K sərtlik əmsalını. 24. 24-də deyilir ki, çəkisi nəzərə alınmayan yaylarda yaranan elastiklik qüvvələri arasında hansı münasibət doğrudur? Bunların elastik yaydan üzü aşağı bilirik ki, həmişə F ağırlıq qüvvəsi var, yəni mj-ləri var. mj-ləri var, hər ikisinin. Və bizə deyir ki, F-ləri arasında əgər aşağıya mj qüvvəsi təsir edirsə, çünki ikisinin də kütləsi m-dir. Burada qeyd olunub m, ona görə aşağı mj-dir. Onun əksinə yay istiqamətində F elastiklik qüvvəsi təsir edir. Burada yazıram F elastiklik qüvvəsi. Və elastiklik qüvvəsi, F elastiklik qüvvəsi onun əksinə olan mj qüvvəsinə bərabərdir. Kütlələri də mj, ikisində də m olduğuna görə ağırlıq qüvvəsi mj-dir. Ona görə də F elastik bərabərdir F ağırlığa, o da necə bərabər olacaq? Bir-birinə. F1 bərabər olacaq F2-yə.
Yəni ikisində də kütlə m-dir və kütlələri m-dir deyə qüvvələri də bərabərdir. Eyni şəkildə 25-də də kütlələri m-dirsə aşağı mj-dir. Aşağı mj-dir. Yuxarıya isə F elastiklik qüvvəsi təsir edir. Və elastiklik qüvvəsi də bir-birinə bərabər olmağı üçün ağırlıq qüvvəsinə bərabər olmalıdır. Və bərabər olduğunu nəzərə alsaq, kütlə məsəl üçün 2m olsaydı bir-birindən fərqlənərdi. Amma burada F1 qüvvəsi F2 qüvvəsinə bərabər olmuş olacaq. 26-da deyilir ki, yayların uzanmaları arasında hansı münasibət doğrudur? Əgər bizdə K və X arasında münasibət olsaydı, məsəl üçün 24 ilə 25-də onlar arasında münasibəti desəydi, biz nəzərə alardıq. Amma qüvvəni soruşduğuna görə qüvvə birbaşa ağırlıq qüvvəsi ilə əlaqələndirilir. Burada isə K, X-la mütənasibliyini nəzərə alaraq burada əlaqələndirəcək ki, K, X-la necə mütənasibdir? Tərs mütənasibdir. Yəni, mc bərabərdir K, X-a. Onda necə yazacağıq? Aşağıya mc-dirsə, bizdən F-i yox, yalnız X-ın K-dan asılılığı nəzərə alınacaq. Ona görə də K və X bir-biri ilə necə mütənasibdir? Tərs mütənasibdir. Yazacağım. X1 üstək X1 bölünsün X2 bərabərdir. K2 bölünsün K1-ə. Yazırıq. X1 bölünsün X2 bərabərdir. K2 2K, K1 də K-ya bərabərdir. K-lar gedəndə qalacaq cavab. X1 bölünsün X2 bərabərdir 2-yə. Onda X1-imiz nəyə bərabərdir? 2x2-yə. Cavabımız olur Y variantı. Sonra 27. Yaydan 100 qram yük asdıqda 2 mm uzanarsa yayın sərtliyini hesablayın. Yaxşı. Hesablayaq. Biz bilirik ki, F elastiklik bərabərdir mj-yə və kx-ımız bərabərdir mj-yə. Bunu yazdıq bir kənara. İndi verilənlərini yazaq. 100 qram, yəni m 0,1 kiloqramdır. 2 millimetr yazıram. X bərabərdir. Elə bir dəfəlik 2-ni bölürəm 1000-ə. Çünki 1 metrimiz 1000 millimetrdir. Ona görə də yazıram 0,2 metr. Yayın sərtliyini bizdən soruşur. Və deyir ki, cavabı kilonewtonla, newton bölünsün metrlə ifadə edin. Yaxşı, edək. Onda K-mızı hesablamaq istəyiriksə, Kx bərabərdir mj yazmışıq. K da bərabərdir mj bölünsün x-a. M-imiz neçə oldu? 0,1 vurulsun. J-imiz 10'dur. X-ımız 0,2. 0,1'i 10'a vuranda gedəcək yuxarıda qalacaq 1. 1'i də böləcəyik 0 bərabər qoyuram. 1'i də böləcəyik 0,2. Onu da tərsini elə bir dəfəlik çevirirəm. 1000 bölünsün 2 bərabərdir neçə? 500. Və biz tapdıq ki, 500 newton. Amma bizə deyir ki, cavabı verin kilonewtondan. Əgər kilonewtondan tapmaq istəyiriksə, bölməliyik 1000-ə. Böl 1000. O da bərabərdir 0,5 kilonewton bölünsün metr. Yəni cavab eləyəcək 0,5. Bugünlük bu qədər. Əgər siz də bizim dərslərimizdən yararlanmaq istəyirsinizsə, videonu bəyənməyi və dostlarınızla bölüşməyi unutmayın. Dərslərimiz həm onlayn şəkildə, həmçində əyani şəkildə tədris olunur. Dərslərə qoşulmaq üçün yuxarıda qeyd olunan nömrəyə əlaqə saxlaya bilərsiniz. Həmçinin nömrə ilə əlaqə saxlayıb ödənişsiz WhatsApp qruplarımız var ki, orada gündəlik olaraq fizikadan testlər paylaşılır və təkrarlar edilir. Həmin o ödənişsiz qruplarımıza da qoşulub dərslərdən yararlana bilərsiniz. Sağ olun, hələlik.